Salam dəyərli kanal izləyicilər, hər birinizi salamlayıram. İzahlarımıza qaldığımız yerdən davam edirik. İndi isə monitoruq onun izahına baxacağıq. İzah keçməmişdən öncə qeyd edim ki, kanalda bir çox video izahlar yer alıb. Kanala abunə olaraq video izahlardan yararlana bilərsiniz. Gəlin indi izahımıza başlayaq. Əkop 40 və 80. 40 və 80-in əkobu təbii ki 80 ilə özü olacaq. 20 və 25-in əbobu isə 5-ə bərabərdir. 80-i də 5-ə bölən zaman nəticə olacaq 16. Doğru cavabımız olacaq 10-cu sualımızda B variantı. Daha doğrusu 26-cı sualımızda B variantı. 27-ci sualımız 10-da 34 çıxılsın 5-dən A vergüldə. Bu nə deməkdir? 34-ü 10-a bölürük 3/4 qalır. Onu da 5-ə böləndə 2 qalır. 3/4-dən 2 çıxan zaman 1/4. Yəni A-nın yerində 1 duracaq, B-nin yerində 4 duracaq. Və gətirib ifadədə yerinə yazırıq. 1 topla 4 çıxılsın 3/9. 5-dən də 3/9-a çıxan zaman təbii ki qalacaq 1/1. Doğru cavabımız 27 olacaq. D variantı. 28. Uzunluğu 41 metr olan parçadan əvvəlcə 17/4, sonra isə 13/4 metr kəsilib neçə metr parça qaldı? Elə hər ikisini toplayarıq. Kəsilən hissələri toplayaq. 17/4 topla 13/4. 30/8. 30/8-i kəsilibdir və 41-dən də 30/8-i çıxan zaman 10/2 qalacaq. Doğru cavab olacaq 28-də C variantı. Cəmi 36-ın x-y ədədləri sırayla 2, 3, 7 ədədlərlə mütənasibdir. Deməli 2x, 3x, 7x edəcək neçə x? 12x. Bunların cəmi 12x bərabərdir 36-ya, x bərabərdir 3-ə. Bizdən də 7 çıx x-i soruşur. Sadəcə x-i tapaq. X-də 2x-dir. 2 vur 3, 6-dır. 7-dən də 6 çıxan zaman 1-ə bərabər olacaq. Doğru cavab olacaq D variantı. 30-da 1 fəhlə boyanacaq divarın 25%-ni 5 gündə, digər fəhlə 15%-ni 6 gündə boyayır. Buna görə ikisi birlikdə eyni divarın 60%-ni bir gündə boyamış olarlar. 25%-ni 5 gündə boyayırsa, 25-i 5-ə bölən zaman 5% edəcək. 15%-ni 6 gündə boyayırsa, 6-nı da bölərik 15%-ə. Bu da edəcək, daha doğrusu 6-nı 15%-ə bölən zaman 2/5% edəcək. Toplayan zaman hər ikisi 7/5% birlikdə işlədikləri üçün 60%-ni yerinə yetirirlərsə, 60-ı da 7/5%-ə bölərik. 8 günə yerinə yetirmiş olacaq. Doğru cavab olacaq 30-da D variantı. Bir ananın yaşları 1 və 7 olan 2 övladı vardır. Balaca övladı böyük övladının yaşına gəldikdə, ananın və övladlarının yaşları cəmi 75 olacaqdır. Buna görə yaşları 1 və 7 olan, buna görə ananın neçə yaşı var? Deməli, birinin 1 yaşı var, digərinin 7 yaşı var övladlarının. Anasının yaşlarına gələndə bunların balaca övladı böyük övladın yaşına gələndə. Balaca övlad böyük övladın yaşına gələndə bunların yaşları 6 vahid artmış olacaq. Yəni 6 vahid artmış olacaq. 7 olacaq, digəri isə 13 olacaq. 7 olacaq, digəri isə 6 vahid artacaq, yəni olacaq 13. 7 ilə də 13-ü toplayan zaman 20 edir. 75-dən də 20 çıxan zaman ananın 75-dən deməli 20 çıxan zaman 55 qalacaq. 55. Və indiki buna görə ananın neçə yaşı olur? Ananın da yaşı artıq. Hazırda 55-dən də çıxarıq 6-nı. Çünki 6 yaş artmışdır. 55-dən də 6-na çıxan zaman 49 qalacaq. Deməli, ananın hazırda 49 yaşı var. Doğru cavab olur B variantı 31-də. Növbəti suallarımıza baxaq. 32-32-ci sualımızda 12 kiçik bərabərdir. X bərabərinin natural həllər çoxluğu. Natural həllər çoxluğu burada 12-dən başlayacaq. 20 daxil olmayacaq. 12 və 19. Yəni doğru cavab 32-də olacaq C variantı. Burada qeyd edirəm.
sualımız olur. C variantı. Növbəti suallara baxaq. Otuz üçüncü sualımız. 33-cü sualımızda isə 4x çıx y fərqinin ən böyük qiymətini istəyir. Gəlin burada ikisinin ən böyük qiymətini tapaq. İkisinin ən böyük qiyməti 15-dir. Yəni 4/15. Y-in isə ən kiçik qiymətini, yəni 8-i seçməliyik ki, kiçik qiymət ən böyük qiymətini tapa bilək. Cavab olacaq 52. Doğru cavab olur D variantı. 34. Üçbucağın A və B tərəflərinin uzunluqları cəmi 47. A plus B 47-dir. B plus C 51-dir. A plus C isə 44-dür. Hər birini cəmləsək 2A, 2B, topla 2C. Bunları da cəmləsək bərabər olacaq 142-yə. 142. Buradan da 2-ni mütərizə xaricinə çıxarsan A plus B plus C bərabərdir 142. A plus B plus C cəmi 71-ə bərabər olacaq. Doğru cavab olacaq B variantı. 35-ci sualımız tərəfləri 6-24 cm olan düzbucaqlı 4 bərabər kvadrata bölüb bu kvadratların perimetrləri cəmini tapın. Deməli, bu hissələrdə 6 olacaq. Kvadratın perimetri də 4/6-dır. Yəni 24. 4 dənə kvadrat olduğu üçün də 24-ü 4-ə vurarıq. 96. Doğru cavab olacaq C variantı. 36 iki qonşu bucağın 36-cı sualımıza baxaq. 36. Düzbucaqlının bir tərəfini 5 dəfə artırıb digər tərəfini dəyişməsə, baxın, S bərabər A vur B-dir. Yəni dəyişməsəz, birini 5 dəfə artırsaz, elə sahədə 5 dəfə artmış olacaq. Kubun tam səthinin sahəsinin yan səthinin sahəsinə. Kubun tam səthinin sahəsi uşaqlar 6A kvadratıdır. Yan səthinin sahəsi 4 dənə kvadratdan ibarət olduğu üçün 4A kvadratıdır. Tam səthinin sahəsi, yəni 6A kvadratı, yan səthinin sahəsindən 50 cm kvadrat çoxdur. 4A kvadratı topla 50-yə. Buradan 2A kvadratı 25-dir. Yəni 50-yə bərabərdir. A kvadratı 25-dir. A isə 5-ə bərabər olacaq. Tərəf mənfi ola bilmədiyi üçün müsbət götürürük. Yəni tillər mənfi ola bilməz. Ona görə müsbət götürürük 5. 5-dirsə tillərin uzunluqları da 6-dən 12 dənə tili olduğu üçün 12-ni vurarıq 5-ə. Doğru cavabımız olar 60. A variantı. İki qonşu bucağın nisbəti 4K, 5K, 9K 180-dirsə K 20-dir. Böyük bucaqda 5K olduğu üçün 5/20 olacaq 100 dərəcə A variantı. Otuz 9-cu sualımız. Radiusları 5, 12 cm xaricdən toxunan çevrə. Xaricdən çevrələr toxunursa radiusları cəmləməliyik. Yəni 17 cm-ə bərabər olacaq C variantına. 40-cı sualda şəkildə sütunu diaqramda Lənkəranda illər üzrə istehsal olunmuş çayın miqdarı göstərilib. Bizə deyir ki, 4 ildə çayın neçə faizi 2025-ci ilə düşür. Deməli, 4 ildə hamısını toplasaq, burada 2 dənə 40 var, 80. 80 ilə 70-i toplayırıq, 150. 150 ilə də 50, 200 edir. Ümumi 200-dür. 2005-də isə 50-dir. 50/200 vurulsun 100%. Burada qalacaq 4, 100-ə bölən zaman 25%. C variantı. 41-ci sualımız. Həsənin bazar günü diaqramda 12-də 1, 4-də 1. O bazar günü neçə saat istirahət edir? Deməli, neçə saat istirahət edir? Gəlin, istirahətin də hissəsini tapaq. 12-də 1 ilə 4-də 1-i toplasaq, ortaq məxrəc burada 12-dir. 12-də 4 edəcək. 12-də 4-ü buradırsa, idmanla dərsdirsə. O zaman 12-də 8-i olacaq istirahət. Bunu da ixtisar aparsaq 4-ə, 3-də 2 qalacaq. 3-də 2 isə istirahətə düşür. Bu da deməli bizdən soruşur ki, neçə saat istirahət edib? Deməli, bir sutkamız da 24 saat olduğu üçün 3-də 2-ni vurarıq 24-ə. Bir sutka 24 saatdır. 3-də 2 vurulsun 24. Burada 8 qalacaq. 8-də 2, 16. 16 saat istirahət etmişdir. Qırx ikinci sualımız. 2x topla 3y. Baxın, bu sadə misaldır. Elə ortaq məxrəc 6-dır. 2x topla 3y plus 4z-dir. 120-dir.
126'ya bölünəcək, qalacaq 20. Doğru cavab olacaq A variantı. Burada isə deməli biz x-in qiymətini veririk. Əvvəlcə burada biz x-in qiymətini tapmalıyıq. Sonra tənlikdə yerinə yazmalıyıq. X-i tapmaq üçün 4-də 9. 8-də 9'u çeviririk tərsinə, 9'da 8 yazırıq. Çıxırıq 1/5'i. 9'lar ixtisar gedir. 8'dən də 4 ixtisar gedir. 2 qalır. 2'dən də 1/5 çıxan zaman 0/5 qalacaq. Deməli, gətirib harada x varsa, yerinə 0/5 yazıram. 0/8 vurulsun 0/5 bölünsün x plus y bərabərdir 18'də 0/6'ya. 0/6'ya. Buradan da çarpaz vuraq. 0/6 vurulsun x plus y bərabərdir 18 vurulsun 0,8 vurulsun 0,5. 0,6 ile 0,8'i burada ixtisar aparmaq olar. 0,2'ye. Burada 3 qalar. Burada da 4 qalır. 4'ü də burada 0,5'e vuran zaman 2 tam edəcək. 2'nin də 18'i 36. 36'nı da 3'e bölərik. Otuzaltını da 3'e bölürük. Qalır 12. Burada da x'in qiymətini yerinə qoyaq. X'in qiyməti 0,5 idi. 0,5 topla y bərabərdir 12'ye. Y də bərabərdir 12'dən də 0,5'e çıxan zaman 11/5 qalacaq. 43-cü sualımız olacaq D variantı. 44-cü sualımızda A ədədi B'nin 45% olarsa, yəni A bərabərdir. B vurulsun 45 bölünsün 100'e. Bunu da 5'e ixtisar aparan zaman. 5'e ixtisar aparan zaman 9B bölünsün 20. A'nın da B'ye nisbətini soruşur. A'nın B'ye nisbəti. A'nın yerinə 9B böl 20 bölünsün B vurulsun 1 bölünsün B olacaq. 9 B'lər ixtisar gedir. 9 bölünsün 20 olacaq. 9'u da 20'ye bölən zaman 0'dan 100'e 45 edəcək. Doğru cavab olacaq A variantı. Sualımız perimetr 60 cm olan düz bucaqlının daxilinə 6 eyni dairə seçilir. Dairələrdən birinin. Perimetri 6'dırsa bu düz bucaqlının, baxın, belə götürək. Buradan bura qədər, baxın, hər birdə çevirən mərkəzi neçə bir var burada? 6 dənə yer var. 5, 6 er. Burada isə 4 dənə yer var. 4 er. Bunlar toplayıb 2'ye vuranda 10 er, 20 er. 20 erimiz 60'dırsa, deməli bizim dairənin radiusu, çevrələrin radiusu 3 olacaq. Hər birinin radiusu 3'dür. O zaman birinin də sahəsi pi r kvadratıdır. Yəni 9 pi. 9 pi edəcək. Doğru cavab olacaq. A variantı 45'e 46 bərabər yanı üst bucağın oturacağına bitişik xarici bucağı 140'dır. Oturacağına bitişik xarici bucağı baxın 140'dırsa bunun qonşu bucağı 40 dərəcədir. Burada 40'dır. Oturacaq olduğu üçün, bərabər yanlı olduğu üçün. Bu üç bucağın təpə bucağı. Təpə bucaqda 40 ilə 40'ı topladıq. 80. 180'e də 80 çıxanda olacaq 100 dərəcə. Təpə bucağımız olacaq 100 dərəcə. Kubun səthinin sahəsinin açılışında hissələrin sahələri cəmi 7,5 metr kvadrat olarsa, tam səthinin sahəsini tapın. Sualımıza da baxaq. Sahələrin cəmi 7,5'dir. Deməli, burada 3 dənə fiquru var. 3 dənə rənglənmiş fiqur var. 7,5'i böldürük 3'ə görə hər birinin nə qədər düşüb? Eyni olmalıdır. 2,5. 2,5. Sonra da 6a kvadrat. Tam səthinin sahəsi də 6a kvadratıdır. 6a kvadratı. Bunun biri 2,5 ise o zaman digəri 2,5 olacaq. Yəni 1 kvadrat burada 5'dir. 5 metr kvadratı olacaq. 5 metr kvadratı. 6a kvadratını da tapan zaman yəni a kvadratı 5'e bərabər olacaq burada. O zaman a kvadratımız 5'e bərabər olacaq. A kvadratımız 5'e bərabərdir. 6 kvadratı isə 6 vur 5. 30'a bərabər olacaqdır. 2,5, 2,5, 5 olur 1 kvadrat. A kvadratımız olur 5. Sahəsi.
Son 3 sual. AB bərabər 15, BC bərabər 20, ABC perimetrini saxlayın çox sayda. 15 topla 20 topla 24. 35, 35-dən də 24-ü toplayan zaman 59 cm edəcək. Ədədi ortası 12-dirsə, deməli toplayıb sayına bölməliyik. 25, 36 edəcək. 36 topla A bölünsün 5 bərabərdir 60-a. Daha doğrusu bərabərdir 12-yə. 12-ni 5-ə vuran zaman 60 edəcək. 36 topla A bərabərdir 60-a, A da bərabərdir 24-ə. Cavabımız olacaq A-nın qiyməti 24. A bərabər 2,4-də 1, B bərabər 2,4-də 3. İfadənin qiymətini tap. Deməli, A plus B-nin kvadratı. Əsl müxtəsər vurma düsturudur. Məsələ vurma düsturudur. Burada altın siniflər keçməyib. Burada sadəcə yerinə qoyub hesablamaqda olar. İsə sadə üsulda var. Onu 7-də keçəcəksiniz artıq. Yerinə qoyub hesablayaq. 4-də 9-un kvadratı. 4-də 9-un kvadratı topla 4-də 15-in kvadratı. Topla 2 vurulsun. 4-də 9 vurulsun 4'də 15. Çıxılsın. Buranı sadə yazaq. 4 vurulsun A plus B yazarıq. A plus B yazan zaman burada da toplayan zaman 2,4'də 1 ilə 2,4'də 3 toplayan zaman 5,4'də edir 6 tam edir. Yəni birbaşa 4 vur 6 4 vur 6 topla 1 yazarıq. Bu da bərabərdir. Hesablayaq. Deməli 16'da 81 topla 16'da 225. Topla. Burada da 2 ilə 4 ikisər gedər. Burada 2 qalar. Bu da olar 8'də 9'u da 15'ə vurarıq. %135 çıxılsın. Burada da 24 üstünə də bir gələndə mənfi 23 bərabərdir. Burada Əleyvi. Ayla var ala qoynayasan həmişə qabın içində keks. Qabın içində qara keks olur deyə onunla. Hə. Yaxşı. Perşembe, tatlı 225. 306. Evet. 16'da 306. 8'de 135. Çıxılsın 23. Burada da 16'yı ortaq məxrəc eləsək 306 topla. 135'i 2'yə vurarıq. 270 çıxılsın. 16'nı da 23'ə vuran zaman 368. Əslində bu yol biraz uzun yoldur, amma keçmədiyiniz üçün məcbur artıq bu yolla getməlidir. 306 topla 270 toplayarıq. 576 ondan da 368 çıxan zaman 208 qalacaq. 208'də 16'ya bölən zaman cavabımız olacaq 13. 50-ci sualımızda doğru cavab olacaq 13. Bugün izahımız bu qədər. Ümid edirəm izahlar sizlər üçün faydalı olur. Kanala abunə olmağı unutmayın. Növbəti izahlarda görüşənədək.